İndi isə kvadratik bərabərsizliyi həll etmək istəyirəm. Məsələn, 87-ci nömrədə. Kvadratik bərabərsizliyin əsas şərti odur ki, ümumi yazılışını yazım. Ax kvadratı topla bx topla c böyükdür 0, kiçikdir 0 və s. ola bilər. Bu verilən buradakı şərtdir. Bunun bir önəmi yoxdur. Şərtdir. Deməli, x kvadratının əmsalı müsbətdirsə, yəni a böyükdür 0-dırsa, parabolanın qolları yuxarı yönələcək. A kiçikdir 0-dırsa, parabolanın qolları aşağı yönələcək. Burada bir neçə hal var. Birinci, d böyükdür 0-dırsa, d bərabər 0 yazdım. D bərabər 0-dırsa, parabola ödə doxuna toxunacaq. Belə də qolları yuxarıda yönəlib toxuna bilər. Aşağıda yönəlib toxuna bilər. Ədəd oxu dediyim x oxuna toxunur da, y oxu ilə deyil. X oxuna toxunur. X oxu ilədir bizim işimiz. İkinci, d kiçikdir 0 ola bilər. Bu zaman ədəd oxuna toxunmur. Sanki havada qalır, yəni. Heç bir toxunma filan olmur. Baxın, belə. Qollar yuxarıda yönələ bilər. Eyni zamanda qolları aşağıda yönələ bilər. Üçüncü hal, d böyükdür 0 ola bilər. Bu zaman parabola ədəd oxunu iki nöqtədə kəsə bilər. Qolları yuxarı yönələrək də kəsə bilər və yaxud da başqa şəkil üzərində göstərim. Qolları aşağı yönələrək də kəsə bilər. Ədəd oxu üzərində deməli müsbət x oxunun yuxarı hissəsini biz müsbət götürəcəyik həmişə. Aşağı hissəsini isə mənfi. Yuxarı hissəsini müsbət, aşağı hissəsini mənfi. Yuxarı müsbət, aşağı mənfi. Yuxarı müsbət, aşağı mənfi. Bu şəkildə. Bu bizim qaydamızdır. İndi gəlin misalı həll edək. Məsələn, 87-ci nömrəli misala baxaq. X kvadratı topla 4x çıxılsın 5 kiçikdir 0. Biz bu misalı diskriminantla da həll edə bilərik kökləri tapmağımız üçün. Və yaxud vietlə də tapa bilərik. Vietlə daha asan olacaq, çünki x kvadratının əmsalı yoxdur. x1 topla x2 bərabərdir -4-ə. x1 vurulsun x2 bərabərdir -5-ə. Bizə toplayanda -4, vuranda -5 verən ədəd lazımdır. -5 və 1 eləyəcək. x1-imiz olur -5, x2-miz olur 1. Bəli. Ədəd oxu üzərində qeyd eləməzdən öncə vuruqlara ayrılmış şəkildə yazıram. X topla 5, x çıxılsın 1. Kiçikdir 0-dan. Ədəd oxu üzərində qeyd edirəm sıfırlarımızı. -1, -5, 1. Görürsünüz, dairəni qaralamadım. İçi boşdur. Çünki bu ciddi bərabərsizlikdir. Sərhəd nöqtələrindən kənardan qiymətləri veririk. Məsələn, 1-dən kənarda 2 verək sağ tərəfdən. 2 versək görərik müsbət olacaq. Yəni yerinə qoyuruq. Burada 2 veririk, yoxlayırıq. Görürük müsbətdir. O zaman sağ tərəf müsbət başlayırsa, müsbət, mənfi, müsbət olacaq bu şəkildə. Yəni birinin işarəsini tapmamız kifayətdir. İndi bizdən şərtdə nə tələb eləyir? Kiçikdir 0 olması. Kiçikdir 0 olan aralıq hansıdır? Təbii ki, mənfi olan hissədir də, bu hissədir. Cavab onun üçün -5, 1 olacaq. C variantı. Bir də təkrar edirəm. Baxın, bizim bu misalımız hansı şərtə uyğun gəldi? D-nin böyük olduğu hala uyğun gəldi. Çünki D böyükdür 0 olduqda 2 nöqtədə kəsir, 2 kök alınır. Bu misalda da 2 kök alındı, yəni ədəd oxunu 2 nöqtədə kəsib. Bu şəkildə həll edirik. Və yaxud da gəlin burada çəkdiyim şəklə uyğun çəkib həll edim.
Baxın, parabolanın qolları bizdə necə yönələcək? Yuxarı, ağzı yuxarı. Çünki x kvadratın əmsalı müsbətdir. D-si də kiçikdir sıfırda. Yəni bu şəkildə olmalıdır da şəklimiz, düzdürmü? Yuxarıda mənim izah verdiyim şəkildə göstərim. Biz bayaq nə dedik? Yuxarı hissələr müsbətdir həmişə, aşağı hissələr isə mənfi. İndi nöqtələrini qeyd edək, ədəd oxunda sıfıra çevirək. -5 idi, 1 idi. Şərtdə hansı aralıq deyir? Kiçikdir 0. Kiçikdir 0 ödəyən hansı hissədir? Təbii ki, bu aşağı hissə. Yenə də cavabımız olur -5, 1. Yəni, bu şəkildə də yazmaq olar. Doğrudur. Belə, bu qədər.